Salam, hər vaxtınız xeyir. Növbəti dərsimiz ədədi silsilə. Birinci sualda A-ın ədəd silsiləsində A1 birinci əddimiz 15, D silsilə fərqidir, 4 bizdən 5-ci əddi soruşur. Deməli, ədəd silsilə nədir? Ədəd silsilədə hədlər ya eyni qədər artır, ya da eyni qədər azalır. Yəni, həmin artma və aralarındakı fərqə silsilə fərqi deyirik və həmin silsilə fərqini də D ilə işarə edirik. İndi düsturumuz necədir? AN bərabərdir. A1 üstəgəl indekslər fərqi, yəni n-1 vurulsun D. Biz tapmaq istəyirik 5-ci əddi. A5 bərabərdir. A1 üstəgəl 5-1 vurulsun D. A1-imiz 15, 5-1 4, D də 4-dür. 16 üstəgəl 15, 31. Yəni C variantı. İkinci sualda ardıcıllıq verilib. Silsilə fərqini soruşur. Yəni aralarındakı fərq. 3-dən 5-ə gəlmişik. 2 gəlinib üstünə, 5-in üzərinə 2 gələndə 7, üzərinə 2 gələndə 9, yəni silsilə fərqi, aralarındakı fərq 2-yə bərabərdir. Və yaxud da belə tapmaq olar. A1-imiz 3-dür, A2-miz 5, A2 bərabərdir. A1 üstəgəl 2-1 vur D. Hər dəfə 2-1 vur D şəklini yazmaq ehtiyac yoxdur. Sadəcə mən yadınızda qalsın deyə belə yazıram. Yəni 5 bərabərdir 3 üstəgəl D. Buradan D bərabərdir 2. Silsilə fərqinin də ayrıca düsturu var. Yəni əgər AN bərabərdir AK üstəgəl n-k vurulsun D şəklində olsa ardıcılığımız, yəni istənilən həddini tapmaq olar. Məsələn, 2-ci həddi verilib 7-ci hədd soruşula bilər. 5-ci həddi verilib 15-ci əddi soruşula bilər. Bu zaman bu düsturdan istifadə edirik. Buradan D-ni necə tapırıq? AN-AK bərabərdir n-k vurulsun D. D-ni tapanda AN-AK-nı bölürük indeksləri fərqini. Baxın, A-nın indeksi, birinci A-nın indeksində N var, ikinci A-nın indeksində K, həmin indeksləri fərqinə bölürük. Məsələn, burada biz A1 və A2 verilibsə, D-ni tapmaq üçün bu cür yazarıq. A2 minus A1 bölünsün 2 minus 1. A2-miz 5, A1-imiz 3, 2 minus 1 də 1. Olacaq cavab 2. Üçüncü suala baxaq. A3 bərabərdir 56, D bərabərdir 9 olarsa, bizdən A1-i soruşur. Olacaq A3 bərabərdir A1 üstəgəl 3 minus 1, 2 vururuq D-yə. Yerinə qoyuruq 56 bərabərdir A1 üstəgəl 2 vur 9. 56 bərabərdir A1 üstəgəl 18, A1 də bərabərdir 56 minus 18. Verir bizə 38, B variantı. Dördüncü suala baxırıq. Silsilənin 9-cu həddini soruşur. Birinci həddimiz -5. İkinci həddimiz -8. Bizdən 9-cu həddi A9-u soruşur. Biz bu ədədlərə görə də silsilə fərqini tapa bilirik. Yəni -5-dən -8-ə gəlmişik. Demək üzərinə -3 gəlinib. Və yaxud da düstura görə tapa bilirik. D bərabərdir. A2 və A1 verilibsə, A2 minus A1 bölünsün 2 minus 1. A2 -8-dir. A1 -5 bölürük 1-ə. -8 üzərinə 5 gələndə olacaq -3. A9-u tapmaq istəsək, A1 üstəgəl 9 minus 1, 8 vururuq D. A1-imiz -5, üzərinə gəlirik 8 vur, D də -3. -5 üstəgəl -24 olacaq -29. Deməli, bu silsilənin 9-cu həddi -29-a bərabərdir. 5-ci suala baxaq. Ədəd ardıcılığı verilib 13-cü həddini soruşur. Deməli, bizə verilib ki, A1 bərabərdir -2. Düzdürmü? Məsələn, biz silsilə fərqini 4-cü həddə görə də tapa bilərik. A1, A2, A3, A4-cü həddimiz -11-dir. Yazıram bura. A4 bərabərdir -11. Məndən 13-cü həddi soruşur. Və yazırıq sual. Silsilə fərqini tapmaq istəyirəm. D bərabərdir. A4-dən A1 çıxıram. Bölürəm indeksləri fərqini. A4-üm -11, A1-im -2, bölürəm 3-ə. -11 üstəgəl 2, 3-ə böləndə olacaq -3. A13. A13-ü A1-ə görə də tapa bilərəm, A4-ə görə də tapa bilərəm.
A4'e görə tapsam, olacaq A4 üstə gəl 13-dən 4 çıxıram 9 vururam D-yə. -11 üzərinə gəlirəm 9 vur -3. -11 üzərinə də -27 gələndə verir bizə -38. Cavab D variantı. İstəsək A1-ə görə də tapa bilərik. A13 bərabərdir. A1 üstə gəl 13 minus 1 12-dir. -2 üstə gəl 12 vurulsun -3. -36 üzərinə -2 gələndə -38. 6 nömrəli sualda 3-cü həddimiz 9, sizlə fərqi 3 olarsa, 1-ci həddi soruşur. A3 bərabərdir. A1 üstə gəl 2-dir. A3-ümüz 9, A1 yoxdur. 2 vur, D-də 3. 9 minus 6 bərabərdir A1-ə. Deməli, 1-ci həddimiz 3-ə bərabərdir. 7-ci sualda 15-ci həddi soruşur. A15 bərabərdir. 1-ci həddə görə tapacağıq. Çünki 1-ci hədd verilib. A1 üstə gəl 14-dir. Yəni 15-dən 1 çıxanda 14, bu da D-yə vurulur. A15 bərabərdir. 39 üzərinə gəlirik. 14 vur -3. 39, 14-ü 3-ə vuranda 42. Yəni 39 minus 42. Bu da bizə verir -3. A variantı düzgün cavabdır. 8 nömrəli suala baxırıq. Ədədi silsilənin 1-ci həddi 5-dir. A1 bərabərdir 5. 3-cü həddi 17. A3 bərabərdir 17. Silsilənin 2-ci həddini soruşur. Deməli, D-ni tapırıq əvvəlcə. D nəyə bərabərdir? A3 minus A1 bölünsün indeksləri fərqi. A3-ümüz 17, A1-imiz 5, 3-dən 1 çıxanda 2. 17-dən 5 çıxanda 12, 12-ni 2-yə böləndə 6. A2-ni tapırıq. A1 üstə gəl 2 minus 1, yəni 1 olur, 1 də D-yə vuranda elə D. A2 bərabərdir. A1-imiz 5, D-miz 6, toplasaq 11. Düzgün cavab Y variantı. 9 nömrəli sualda 1-ci həddimiz 2, 2-ci hədd 4 olarsa bizdən A4'ü soruşur. Əvvəlcə silsilə fərqini tapırıq. A2 və A1-ə görə A2 minus A1 bölünsün 2 minus 1. 4 minus 2 bölürük 1-ə olacaq 2. Bizdən A4 soruşulur. A4, A2 üstə gəl 2-dir. A2'miz 4'dür. Üzərinə gəlirik. 2 vur, D-də 2'dir. 2 vur 2, 4. Üzərinə 4 gələndə 8. Cavab B variantı. 10-cu suala baxırıq. A1 və A2 verilib. Əvvəlcə D-ni tapırıq. A2 minus A1 bölünsün 2 minus 1. Bu düstur hər dəfə düstur yadınızda qalsın deyə yazıram. 5 minus 3 bölürük 1-ə olacaq 2. A4'ümüz isə A2 üstə gəl 4-dən 2 çıxanda 2-dir. A2 5'dir. Üzərinə gəlirik 2 vur 2-ni. Yəni 9. Düzgün cavab C variantı. 11 nömrəli sualda 7-ci həddi soruşur bizdən. Deməli, A7 bərabərdir. A1 üstə gəl 7 minus 1, 6-dir. A1'imiz 2, D-miz 3. 6-nı 3'ə vururuq 18, üzərinə 2 gələndə 20. Cavab Y variantı. 12 nömrəli sualda ədəd silsilədə A1'imiz -2'dir. A8 19'dur. Bizdən onun ilk 8 həddinin cəmini soruşur. S8 bərabərdir sualı. Əvvəlcə SN-in düsturunu yazıram. SN bərabərdir. A1 üstə gəl AN böl 2 vurulsun N. İndi S8 tapmaq üçün S8 bərabərdir. A1 üstə gəl A8 bölürəm 2-yə vururam 8-ə. A1'im 19, A8'im daha doğrusu A1'im -2, A1 -2, A8 19 bölürəm 2-yə vururam 8-ə. 8-i 2-yə böləndə 4 dəfə. 4 vurulsun. 19-dan 2 çıxanda 17. 4'ü 17'yə vuranda 68. Cavab C variantı. 13 nömrəli sualda A1, 2, A6 -22 olarsa onun ilk 6 həddinin cəmini soruşur. SN bərabərdir. A1 üstə gəl AN böl 2 vur N. SN-imiz S6'nı soruşur. S6 bərabərdir. A1 üstə gəl A6 bölürük 2'yə vururuq 6'ya. A1'im 2, A6 -22 bölürəm 2'yə vururam 6'ya.
2 və mənfi 22 verir bizə mənfi 20. Mənfi 20-ni 2-yə böləndə mənfi 10. Mənfi 10-u 6-ya vuranda mənfi 60. Yəni B variantı. 14 nömrəli suala baxırıq. A10, 12, A12, 16 olarsa, bizdən A11-i soruşur. A10 və A12-yə görə D-ni tapırıq. D bərabərdir A12 minus A10 bölünsün indeksləri fərqi. A12 16-dır, A10 12 bölürük 2. 16-dan 12 çıxanda 4, 4-ü 2-yə böləndə 2. A11-i soruşur. A11 bərabərdir A10 üstəgəl D. A10 12-dir, D də 2. 12-nin üzərinə 2 gələndə 14 B variantı. 15 nömrəli sualda A12 və A14 verilib. Biz əvvəlcə D-ni tapaq. D bərabərdir A14 minus A12 bölürük indeksləri fərqini. 18 minus 4 bölürük 2-yə. 14 2-yə böləndə 7. Bizdən A13-ü soruşur. A13, A12 üstəgəl D. A12 4-dür. D də 7-dir. 4-ün üzərinə 7 gələndə 11 A variantı. 16 nömrəli sualda silsilənin birinci həddini soruşur. Əvvəlcə gəlin D-ni tapaq. D bərabərdir A25-dən A5-i çıxıram. Bölürəm indeksləri fərqini. A25-im 52-dir. A5-im 12 bölürəm 20-yə. 52-dən 12 çıxanda verir bizə 40. 40-a da 20-yə böləndə 2. Silsilənin birinci həddi A1 soruşulur. A5-ə görə və yaxud da A25-ə görə tapa bilərik. A5 bərabərdir A1 üstəgəl 4-dir. A5-im 12-dir. A1 üzərinə gəlirik. 4 vur, D-də 2-dir. 12 bərabərdir A1 üstəgəl 8-ə. A1 də 12 minus 8, 4. Cavab A variantı. 17 nömrəli suala baxırıq. Ədədi silsilədə A4 bərabərdir 6,3-ə. A7 bərabərdir 18,6. Bizdən silsilə fərqi D-ni soruşur. D bərabərdir sual. Əvvəlcə D-ni düsturunu yazarıq. A7 minus A4 bölünsün indeksləri fərqi. A7 18,6, A4 6,3 bölürəm 3-ə. 18,6-dan 6,3 çıxanda verir bizə 12,3. Bunu da 3-ə böləndə 4,1. Yəni Y variantı düzgün cavabdır. 18 nömrəli sualda A5 və A9-a görə D-ni tapırıq. D bərabərdir. A9-dan A5 çıxıram. Bölürəm indeksləri fərqini. A9 7,9, A5 13,1 bölürəm 4-ə. 13,1-dən 7,9 çıxanda verir bizə 5,2 mənfi. Çünki 13,1 mənfidir. Bölürəm 4-ə mənfi 1,3. Yəni D variantı düzgün cavabdır. 19 nömrəli sualda silsilə fərqini soruşur. A15 və A6 fərqi verilib. Bunu necə tapa bilirik? A5 və A15 və A6-nı da aça bilərik və yaxud da açmadan da D-ni tapmaq olur. D bərabərdir A15 minus A6 bölürəm bunun indeksləri fərqini. A15 minus A6 81-dir. 15-dən 6 çıxanda 9. 81-i 9-a böləndə 9 düzgün cavab B variantı. 20 nömrəli sualda yenə D-ni verilən fərqə görə tapmaq olur. Yəni A13-dən A4 çıxıram, bölürəm indeksləri fərqini. 72 bölürük 9-a verir bizə 8 B variantı. 21 nömrəli sualda silsilənin 3-cü həddini soruşur. A3 bərabərdir sual. Birinci həddimiz məlumdur. A1 kök altda 2. İkinci həddimiz 2 kök altda 2. Buna əsasən D-ni tapaq. D nədir? A2 minus A1 bölünsün 2 minus 1. 2 kök altda 2 minus kök altda 2 bölürük 1'ə verir bizə kök altda 2. A3 bərabərdir. A1 üstəgəl deməli 2-dir. A1'im kök altda 2-dir. 2 vur, D də kök altda 2-dir. 2 kök altda 2 üzərinə kök altda 2 gələndə 3 kök altda 2. Çünki bunun əmsalı 1-dir. Yəni burada əmsallar toplanılır. Yanındakı rasional dediksə olduğu kimi qalır. Və yaxud da şifadə tapmaq olar. Rəylərdə yəni yazacaqlar ki, bunu daha rahat həlli. Kök 2 kök 2 artırırsa 3-cü ət 3 kök altda 2-dir.
Bunu nəyə görə düstura əsasən yazdım? Bəzən rasional ədədlərdə toplama çıxmada şagirdlər səhv yazır, yəni hesablamada çətinlik çəkirlər. Ona görə düsturla yazmaq daha yaxşıdır. Və yaxud da burada 13-cü ədəd soruşula bilər, 17-ci ədəd soruşula bilər. Bunun üçün həmişə düstur lazım olur. Ona görə bu cür yazmağınızda fayda var. Cavab 3/2 B variantı. 22 nömrəli suala baxırıq. 22-ci suala baxırıq. Ədədi silsilənin 3-cü və 17-ci hədlərinin cəmi 20-dir deyir. Bizdən silsilənin ilk 19 həddinin cəmini soruşur. Deməli, silsilənin ilk n həddinin cəmi düsturu Sn bərabərdir. A1 üstəgəl An böl 2 vur n. S19 açırıq. S19 nəyə bərabərdir? A1 üstəgəl A19. N yerinə 19 yazdıq. Böl 2 vur 19. İndi baxırıq. Qaydamızı yadımıza salaq. Qaydanı yazıram əvvəlcə. Əgər silsilədə, yəni eyni sayda hədlərin indeksləri cəmi bərabərdirsə, onda həmin hədlərin özlərinin də cəmi bərabər olur. Yəni, AM üstəgəl AN bərabərdir AK üstəgəl AT-yə. Əgər M üstəgəl N K üstəgəl T-yə bərabərdirsə, yəni buradakı indekslər cəmi M üstəgəl N K üstəgəl T-yə bərabərdirsə, deməli bunların aldıqları qiymətləri cəmlə bir-birinə bərabərdir. Yəni, A3 üstəgəl A17 elə A1 üstəgəl A19-a bərabərdir. Çünki indekslər cəmi 20-dir. Burada da indekslər cəmi 20-dir. Deməli, A3 üstəgəl A17 20-dirsə, A1 üstəgəl A19 da 20-yə bərabərdir. İndi burada A1 üstəgəl A19-un yerinə 20 yazacağıq. 20 böl 2 vur 19. 20-ni 2-yə böləndə 10, onu 19-a vuranda 190. 23 nömrəli suala baxırıq. Ədədi silsilənin 2-ci və 19-cu hədlərinin cəmi 10-a bərabərdir. İlk 20 həddinin cəmini soruşur. Sn düsturumuzu yazırıq. A1 üstəgəl An böl 2 vur n. S20 bərabərdir. A1 üstəgəl A20 böl 2 vur 20. İndi yaza bilərik ki, A2 üstəgəl A19 nəyə bərabərdir? A1 üstəgəl çox vaxt, yəni orada verilən cəm düstura gətiriləndə düsturdakı cəmə bərabər olur. A1 üstəgəl A20. Baxın, indekslər cəmi 21-dir. Burada A-nı yazmamışam. Təkcə 19 yazmışam. Buraya yazaq A19. Baxın, indekslər cəmi 2 üstəgəl 19 21-dir. Burada da indekslər cəmi 21-dir. Deməli, bu cəm 10-dursa, bu tərəfdə 10-a bərabər olmalıdır. Yerinə qoyuruq 10 bölürük 2-yə, vururuq 20-yə. 10-u 2-yə böləndə 5, 5-i də 20-yə vuranda 100. Cavab olacaq A variantı. 24 nömrəli sualdan A15 5 verilib. A15, yəni 15-ci həddimiz 5-dir. Bizdən ilk 29 həddinin cəmini soruşur. Sn bərabərdir. A1 üstəgəl An böl 2 vurulsun n. Biz S29 açaq. S29 bərabərdir. A1 üstəgəl A29 bölürük 2-yə, vururuq 29-a. Deməli, baxın, A1 və A29-da A1 üstəgəl A29 yazıram. Bunun indeksləri cəmi 30-dur. 30 da 15-in 2 mislidir. Yəni, bunu bərabər edirik biz A15 üstəgəl A15-ə. Çünki burada indekslər cəmi 1 üstəgəl 29 30-dur. Burada da indekslər cəmi 30 olur. Deməli, A15 üstəgəl A15 2A15 kimi yazmaq olar. 2 vur, 15-ci həddimizdə 5-dir. 2-ni 5-ə vuranda 10. İndi burada sürətdə A1 üstəgəl A29-un yerinə 10 yazıram. 10 bölürəm 2-yə, vururam 29-a. Onu 2-yə böləndə 5, 5-i də 29-a vuranda olacaq 45, 4 yadda 145, yəni A variantı. 25 nömrəli sualda ədədi silsilədə A6 3 olarsa, onun ilk 11 həddinin cəmini soruşur. S11 sual. S11-i açırıq. S11 bərabərdir. A1 üstəgəl A11 böl 2 vur 11. A1 üstəgəl A11. İndekslər cəmi 12-dir. 12 də 6-nın 2 mislidir. Yəni, bunu bərabər edirəm A6 üstəgəl A6-ya. Çünki indekslər cəmi 12-dir. Burada da indekslər cəmi 12-dir. Deməli, aldığı qiymətlər cəmi də bərabər olacaq. A6 3-dür. 3 üstəgəl 3. Bura olacaq 6. Deməli, A1 üstəgəl A11 də 6-dır.
6 bölürəm 2-yə, vururam 11-ə. Olacaq 33. Yəni Y variantı. 26 nömrəli suala baxırıq. Hansı ardıcıllıq ədədi silsilədir? Demişdik ki, ədədi silsilə əmələ gətirməsi üçün hədlər ya eyni qədər artmalıdır, ya eyni qədər azalmalıdır. 3-dən 6-ya gəlmişik, üzərinə 3 gəlmək lazımdır. 6-dan 18-ə gələndə üzərinə 12. Deməli, bu ədədi silsilə deyil. İndi 5-dən 8-ə gələndə 3 gəlirik üzərinə. 8-dən 13-ə gələndə üzərinə 5 gəlirik. Deməli, bu da ədədi silsilə deyil. İndi kəsirləri yoxlayaq. Kəsirləri yoxlamaq üçün ikincidən birincini çıxmalıyıq. Baxın, belə də yazmaq olar. 6 minus 3, 3. 18 minus 6, 12. Burada da ikincidən birincini çıxaq. Yəni, B variantını yoxlayıram. 5-də 3-dən çıxıram, 4-də 3-ü. Ortaq məxrəc 20. Olacaq 12 minus 15. Verir bizə mənfi 3 böl 20. Düzdürmü? İndi isə 2-də 1-dən 5-də 3 çıxaq. Yəni, bunlar arasındakı fərq mənfi 20-də 3-dür. Digər 2 ədədin də arasındakı fərqi tapaq. Yəni 2-də 1 minus 5-də 3. Ortaq məxrəc 10 olacaq 5 minus deməli 6. Bu verir bizə mənfi 1 böl 10. Baxın, aralarındakı fərq müxtəlif olduğuna görə deməli bu da ədədi silsilə deyil. Baxırıq Y variantına. Bunu əslində sadə tapmaq olurmuş. Elə bayaqdan yoxlayardıq. 12-də 7-dən 12-də 1 çıxanda verir bizə 12-də 6. 12-də 13-dən 12-də 7 çıxanda yenə 12-də 6 verir. Yəni aralarındakı fərq eyni olduğuna görə deməli Y variantı ədədi silsilə əmələ gətirir. 27 nömrəli sualda hansı ardıcıllıq ədədi silsilədir? 6-da 7-dən 6-da 1 çıxanda verir bizə 6-da 6, bu da 1-dir. 6-da 17-dən 6-da 7 çıxanda 6-da 10 verir. Bu isə ədədi silsilə əmələ gətirmir. Çünki aralarındakı fərq bir dəfə 1-ə bərabər oldu, bir dəfə 6-da 10-a bərabər oldu. İndi baxaq, bunu yoxlamaq daha asan görsənir. 0,7-dən 0,2 çıxanda 0,5. 1,2-dən 0,7 çıxanda 0,5. Deməli, bu variant ədədi ardıcıllıq əmələ gətirir. Ədədi silsilə əmələ gətirir. Düzgün cavab D variantı. 6-dan 3 çıxırıq 3. 10-dan 6 çıxırıq 4. Bir dəfə 3-ə bərabər oldu, bir dəfə 4-ə bərabər oldu. Bu da ədədi silsilə deyil. Demişdik ki, ədədlər eyni qədər ya artmalıdır, ya azalmalıdır. 28 nömrəli sualda A6 verilib mənfi 10, D mənfi 4, bizdən A1-i soruşur. A6 bərabərdir, A1 üstəgəl 5-dir. Mənfi 10 bərabərdir, A1 üstəgəl 5 vur mənfi 4. Mənfi 10 bərabərdir, A1 minus 20. Buradan A1 bərabərdir, mənfi 10 üstəgəl 20 olacaq müsbət 10. Yəni A variantı. 29 nömrəli sualda ardıcıllıqlardan hansı ədədi silsilədir? Ədədi silsiləyə baxaq. Hansı ola bilər? Bu D variantı ola bilməz. Çünki məsələn A1-i tapsaq, A1 olacaq 2 vur 3 6. A2-ni tapsaq 2 vur 3-ün kvadratı 9. Yəni 18. A3-ü tapsaq 2 vur 3-ün kubu 27. 54. Baxın, aralarındakı fərq müxtəlif artır. Yəni, bu ədədi ardıcıllıq, ədədi silsiləmələ gətirmir. B variantı da həmçinin ədədlərin kubları artırırsa bu ədəd silsilə ola bilməz. C variantı da məsələn 1-də 5, 2-də 5, 3-də 5 bu kəsrlər arasındakı fərq eyni olmadığına görə bu da ədəd silsilə deyil. Bir dənə uyğun olan burada Y variantıdır. Yoxlayaq Y variantını. A1-i tapsaq, A1 olacaq 2 vur 1. 2 minus 3 mənfi 1. Mənfi 5'də 1. A2 olacaq. 2 vur 2. 4. Müsbət 5'də 1. A3'ü tapsaq. 3'dən tapsaq bəsdir. 5'də 2 vur 3. 6. 3 çıxanda 3. İndi baxın. İkincidən birincini çıxaq. Çünki silsilə fərqini tapanda A2-dən A1 çıxmalıyıq. 2 minus 1. Yəni 5'də 1-dən mənfi 5'də 1 çıxanda toplayırıq, verir bizə 5'də 2. 5'də 3-dən 5'də 1 çıxanda 5'də 2. Aralarındakı fərq 5'də 1-dir. Deməli, bu ədədi silsilə əmələ gətirir. Çünki silsilə fərqi eynidir. Hər dəfə üzərinə 5'də 1 gəlməklə alınır. 5'də 1 yox, 5'də 2 gəlməklə. Çünki mənfi 5'də 1-in üzərinə 5'də 2 gələndə 5'də 1. 5'də 1-in üzərinə 5'də 2 gələndə 5'də 3. Növbəti olacaq 5'də 3-ün üzərinə 5'də 2 gələndə 5'də 5. Yəni 1-dir növbəti əddimiz. Məsələn, A4.
Burada da n yerine 4 qoysaq görə bilərik. A4 bərabərdir. 2 vur 4, 8. 3 çıxanda 5. 5-i 5-ə bölsək 1. Yəni burada da tapmışdıq bayaq. Deməli, Y variantı ədədi silsilədir. 30 nömrəli suala baxırıq. Ardıcıllıqlardan hansı ədədi silsilədir? A variantını bayaq yoxlamışdıq ki, ədədi silsilə ola bilməz. Çünki hər bir vuruq digərindən 3 dəfə böyükdür. 3-ün misilləri qədər artır bu. B variantında bu da, yəni buradakı kəsir 3 bölü n azal-azala gedir. Buradan 2 çıxanda, yəni bu ədəd silsiləminə gətirə bilməz. B-də həmçinin Y variantda bu ədədlər kub qədər artır. Məsələn, 1-in kubu 1, 2-nin kubu 8, 3-ün kubu 27. Aralarındakı fərq eyni deyil. Yəni ona görə bu da ədəd silsilə ola bilməz. Baxaq C və D variantına. C variantı da elə bir ki, baxın, n-i çıxaranda orta quruq, n orta quruq çıxanda qalır 3 üstə gəl n. Baxın, 29-da nə almışdıq biz? Kəsir almışdıq, düzdürmü? Yəni A variantı 3 minus n kvadrat yoxlasaq, hər dəfə hər hansı bir ədədin kvadratı 3-dən çıxırıq. Həmin ardıcılıq, yəni ədəd silsiləminə gətirə bilməz. Burada da eyni, yəni n kvadratı olduğuna görə 3-ün mislinin üzərine n kvadratı gəlirik. Bu da yəni aralarındakı fərq eyni olmayacaq n-in qiymətlərində. Düzgün cavab D variantını yoxlayaq. Düzgün cavab yəni D variantıdır. A1 olacaq 2-də 1 minus 3. 2-də 1 minus 3. Yəni mənfi 2,5. A2 olacaq 1 minus 3 mənfi 2. A3 olacaq 1,5-dən 3 çıxanda mənfi 1,5. Aralarındakı fərqə baxaq. Mənfi 2-dən mənfi 2,5 çıxanda müsbət 0,5. Mənfi 1,5-dən mənfi 2 çıxanda yenə müsbət 0,5. İkisi eynidirsə, deməli digər silsilə fərqi də 0,5 olacaq. Ona görə D variantı ədədi silsilə əmələ gətirir. 31 nömrəli suala baxırıq. Ədədi silsilədə A50 böl A20 mənfi 1 olarsa, 0-a bərabər olan həddi nömrəsini soruşur. Yəni AN 0-dır, bizdən n-i soruşur. İndi A50 nəyə bərabərdir? A50 burada bərabərdir. Çarpaz vuranda mənfi A20. A50-ni açıram. A1 üstə gəl 49D bərabərdir mənfi A1 üstə gəl 19D. Buradan A1 üstə gəl 49D bərabərdir mənfi A1 minus 19D. 2A1 üstə gəl 49D olduğu kimi qalır. 19D'ni də sol tərəfə keçirdik. Bərabərdir 0. 2A1 üstə gəl 68D bərabərdir 0. Hər tərəfi 2-yə böləndə A1 üstə gəl 34D alınır. 34D bərabərdir 0. Buradan da yaza bilərik ki, bu elə A35-ci hədd deməkdir. A35-ci hədd 0-dır. Bizdən də soruşur ki, 0-a bərabər olan həddin nömrəsi. 0-a bərabər olan həddin nömrəsi deməli 35-dir. Y variantı. 32 nömrəli suala baxırıq. A sayısının A20-yə nisbəti mənfi 1-dir. 0-a bərabər olan həddin nömrəsini soruşur. Yəni AN 0-dır, bizdən n-i soruşur. A sayısan bərabərdir mənfi A20-yə. Yəni bunu çarpaz vururuq da mənfi 1-i A20-yə vuranda mənfi A20. A sayısanı açıram. A1 üstə gəl 79D. Mənfi A1 üstə gəl 19D. A1 üstə gəl 79D. Üstə gəl A1 üstə gəl 19D bərabərdir 0. Sağ tərəfdəki ifadəni sol tərəfə keçirdik. 2A1 üstə gəl deməli 98D bərabərdir 0. Hər tərəf 2-yə böləndə A1 üstə gəl 49D bərabərdir 0. A1 üstə gəl 49-da 49 ilə 1 toplayanda 50. Deməli bu 50-ci hədd deməkdir. 50-ci həddimiz 0-dır. Bizdən də soruşur ki, 0-a bərabər olan həddin nömrəsi. Deməli cavab D variantı. 33 nömrəli sualda ilk 11 həddin cəmini soruşur. S11 bərabərdir sual. Biz demişdik ki, bayaq SN nəyə bərabərdir? A1 üstə gəl AN böl 2 vur N. SN-in bir belə düsturu var. Bir də biz ilk suallarda, əvvəlki suallarda demişdik ki, AN nəyə bərabərdir? A1 üstə gəl N minus 1 vurulsun D. Bunu gətirib yerinə qoyuruq AN-in yerinə. SN bərabərdir. A1 olduğu kimi qalır. AN-in yerinə yazıram. A1 üstə gəl
N minus 1 vur D. Böl 2 vur N'də olduğu kimi qalır. Baxın burada A, N'in yerinə bu ifadəni yazdım. Qalan hər şey olduğu kimi qalır. A1'ləri toplayanda 2A1 üstə gəl N minus 1 vur D. Bölünsün 2 vur N. Deməli, SN-in bu cür düsturu da var. 2A1 üstə gəl N minus 1 vur D. Böl 2 vur N. İndi yerinə qoyuruq. Bizdən soruşur ilk 11 həddin cəmini. S11 bərabərdir 2A1 üstə gəl 11 minus 1 N'in yerinə 11 qoyuram. Olacaq 10D. Böl 2 vur 11. Sürətdən orta quruq 2'ni çıxardırıq. A1 üstə gəl 5D. Böl 2 vur 11. 2'lər ixtisar gedir. A1 üstə gəl 5D'miz bizə nə verilmişdi? A1'imiz -3'dür. 5 vur D'miz 1,2'dir. Vuracağıq bunu 11'e. -3. 5'i 1,2'ye vuranda 6. Vururuq 11'e. Altdan -3 çıxanda 3. 3'ü də 11'e vuranda 33. Yəni D variantı. 34 nömrəli suala baxırıq. A1 verilib, silsilə fərqi 3'də 1. İlk 13 həddin cəmini soruşur. S13 bərabərdir sual düsturu yazırıq. SN bərabərdir. Əgər A1 və D verilibsə 2A1 üstə gəl N minus 1 vur D böl 2 vur N. S13 bərabərdir 2A1 üstə gəl 13 minus 1 12D böl 2 vur 13. Olacaq 2A1 burada da 2 var. Burada da 2 var. 12 var. Düzdürmü? Hər ikisi məxrəcdəki 2'yə bölünür. Bölürəm birbaşa. 2A1'i 2'yə böləndə A1. 12'ni 2'yə böləndə 6'dir. Mötərizə yazıram. Vururam 13'ü. A1'im 2'dir. 6 vur D-dir 3'də 1'dir. Bu cəmi vuracağıq 13'ü. 2 üstə gəl 6'nı 3'ə böləndə 2. Vururuq 13'ü. 2 plus 2 4. 4'ü 13'ə vuranda 52. Yəni Y variantı. 35 nömrəli sualda ədədi silsilədə 17-ci həddimiz 17'dir. Bizdən bu cəmi soruşur. A13 üstə gəl A21. İndekslər cəminə baxırıq. İndekslər cəmi 34'dür. Yəni 17'nin 2 mislidir, düzdürmü? Biz bunu bərabər edə bilərik ki, A17 üstə gəl A17'ye. Burada indekslər cəm 34'dür. Burada da indekslər cəm 34'dür. Deməli, bu cəmlər bir-birinə bərabərdir. A17'miz 17'dir. Burada yerinə qoyuruq 17. Bunun da yerinə 17 yazıram. Deməli, A13 üstə gəl A21 olacaq 34. Yəni, Y variantı. 36 nömrəli sualda A5 üstə gəl A27 verilib. 8,4 olarsa, bizdən A16'nı soruşur. 5 ilə 27'nin cəmi 32. 32 də 16'nın 2 mislidir. Bunu bərabər edirəm. A16 üstə gəl A16'ya. Çünki burada da indekslər cəm 32'dir. Deməli, biz A5 üstə gəl A27'ni tapsaq, A16, daha doğrusu bu cəm 8,4'dürsə, burada yerinə qoyuram, baxın. Bunun yerinə yazıram 8,4. Burada olacaq 2A16. Deməli, 2A16 bərabərdir 8,4'ə. 16-cı həddimi 8,4'ün yarısı 4,2. Cavab olacaq A variantı. Baxırıq 37 nömrəli suala. A-in ədədi silsiləsində D 3'ə bərabərdir. S20 670 olarsa, bizdən birinci həddi soruşur. Əvvəlcə S-nin düsturunu yazıram. D-nin olan düsturunu. 2A1 üstə gəl N-1 vur D böl 2 vur N. Burada S20'ni açsam, S20 bərabərdir 2A1 üstə gəl 20-1 19D böl 2 vur 20'ye. İndi yerinə qoyaq. S20 670'dir. 2A1 çünki A1'im yoxdur. 19 vur D-də 3'dür. Böl 2 vurulsun 20. İndi 670 olduğu kimi qalsın. 20'ni 2'ye böləndə 10. 10 vurulsun 2A1 üstə gəl 19'u 3'ə vuranda 57. Hər tərəfi 10'a bölürəm. 67 bərabərdir. Burada 1 qalır. Bir də mötərizəyə vuranda elə olduğu kimi 2A1 üstə gəl 57. 67 minus 57 bərabərdir 2A1'ə.
10 bərabərdir 2A1. Birinci həddimiz olacaq 5. Yəni B variantı. 38 nömrəli sualda A1 5, S20 480 olarsa D-ni soruşur. Sn bərabərdir D ilə olan düstur 2A1 üstə gəl. N-1 vur D böl 2 vur N. Yerinə qoyuruq. S20 bərabərdir 2A1 üstə gəl 20-1 19D böl 2 vurulsun 20. İndi S20 480'dır. Bərabərdir 2 vur A1 5'dir. Üstə gəl 19D böl 2 vurulsun 20. 20'ni 2'ye böləndə 10 dəfə. Olacaq 480 bərabərdir 10 vurulsun 2 vur 5 10. Üzərinə də gəlirik 19D'ni. 480'ı 10'a bölürəm 48. Bərabərdir 10 üstə gəl 19D. 48'dən 10 çıxıram 38 bərabərdir 19D'yə. D də 38'i 19'a böləndə 2. Cavab olacaq D variantı. 39 nömrəli suala baxırıq. Birinci həddimiz müsbət 3. 7-ci həddimiz -9. Silsilənin -29'a bərabər olan həddin nömrəsini soruşur. Deyir ki, AN-imiz -29'dur. Burada N neçədir? Yəni, neçənci hədd -29'dur? Bunu necə tapırıq? AN-in düsturunu yazıram. AN bərabərdir. A1 üstə gəl, N-1 vurulsun D. D yoxdur. Əvvəlcə bu ikisinə görə D-ni tapaq. D bərabərdir. A7 minus A1 böl 7 minus 1. -9 minus 3 bölürəm 6'ya. -12 6'ya böləndə -2. İndi gətirib burada yerinə qoyuruq. AN-in yerinə yazıram. -29 bərabərdir. A1'im 3'dür. Üstə gəl. D -2'dir. Yəni N-1 vurulsun -2. -29 3'ü keçirdirəm sol tərəfə. Bərabərdir. -2'in üstə gəl müsbət 2. -29'dan -3 toplasaq -32. 2'ni də sol tərəfə keçirirəm -2 bərabərdir -2. -34 bərabərdir -2-nə N olacaq 17. Deməli, -29'a bərabər olan həddin nömrəsi 17'dir. Yəni bunun 17-ci həddi -29'dur. Cavab olacaq Y variantı. 40 nömrəli suala baxırıq. Birinci həddimiz -2, 20-ci həddimiz -192 olarsa, silsilənin -92'yə bərabər olan həddin nömrəsini soruşur. Yəni deyir ki, AN-imiz -92'dir, bizdən N-i soruşur. AN-in düsturunu yazıram. AN, A1 üstə gəl. N-1 vurulsun D-dir. Bizə D lazımdır. Əvvəlcə D-ni tapıram. D nəyə bərabərdir? A20 minus A1 bölünsün 20 minus 1. -192 minus -2 bölürük 19'a. -192 üzərinə 2 gəlirəm, bölürəm 19'a. -190 19'a böləndə -10. Deməli, silsilə fərqi -10'dur. Gətirib indi burada yerinə qoyuram. AN-in yerinə yazıram -92. A1'in yerinə yazıram -2. D-ni yerinə yazıram -10 vurulsun N-1. -92 üstə gəl 2 bərabərdir -10'in üstə gəl 10. -90 10'u keçirdirəm sol tərəfə bərabərdir -10'in. -100 bərabərdir -10'ə. N də olacaq müsbət 10. Deməli, 10-cu həddin nömrəsi, daha doğrusu 10-cu həddimiz -92'dir. Bizdən də həmin həddin nömrəsini soruşurdu. Cavab C variantı. 41 nömrəli sualda S21 105 olarsa, bizdən A11'i soruşur. S21'i açıram. S21 bərabərdir. A1 üstə gəl. A21 böl 2 vurulsun 21. İndi bizə A11 lazımdır, düzdürmü? S21'im 105'dir. 105 bərabərdir. 2'də yazmıram. 21'i 2'ye böləndə neçə verir bizə? Birinci yazım, sonra ixtisar edərəm, sonra hesablayayım. 2'də A1 üstə gəl A21 vurulsun 21. Hər tərəfi 2'yə də vura bilərəm və yaxud da hər tərəfi 21'ə də bölmək olur burada. 105 21'ə böləndə 5 dəfə, 21'i 21'ə böləndə 1 dəfə. Sol tərəfdə 5 bərabərdir. 2'də A1 üstə gəl A21. Çarpaz vuranda
A1 üstəgəl A21 10'a bərabərdir. Burada indekslər cəmi 22'dir. 22 də A11'i soruşur. 11'in 2 mislidir. Yəni yaza bilərik ki biz A1 üstəgəl A21 bərabərdir A11 üstəgəl A11'e. Çünki indekslər cəmi 22'dir. Burada da indekslər cəmi 22'dir. A1 üstəgəl A21 almışıq biz cavabı 10. Yəni bu cavab 22 deyil. İndekslər cəmi 22 yazmışım. A1 üstəgəl A21'im 10 verilib. Bunu yəni 10 yazıram. 10 bərabərdir. Burada da 2 dənə A11 var. 2 A11. Deməli A11-ci həddimiz olacaq. Onu 2'yə böləndə 5. Cavab D variantı. 42 nömrəli sual biraz fərqli tiplərdəndir. İlk n həddin cəmi Sn bərabərdir 2n vurulsun n-1 düsturu ilə hesablanan ədədi silsilədə 7-ci həddi soruşur bizdən. Deməli biz əgər Sn düsturu, yəni ilk n həddin cəminin düsturu məlum olduqda istənilən həddin nömrəsini tapa bilirik. Bizə lazımdır S7, yəni biz bilirik ki AN nəyə bərabərdir? AN Sn minus Sn-1'e. A7'ni tapmaq üçün S7'dən çıxmalıyam S6'nı. İndi yerinə qoyaq bir dəfə. Sn düsturunda n-in yerinə 7 qoyacağım. Olacaq 2 vur 7, 7 minus 1. Bundan çıxacağım, bir dəfə də 6 qoyacağım yerinə. 2 vur 6, vurulsun 6 minus 1. Bunları ayrıca aşağıda da tapmaq olar və yaxud da birbaşa yerinə qoyub da hesablamaq olar. 14 vururam 6'ya, 12 vururam 5'e. 14'ü 6'ya vuranda 84, 12'ni 5'e vuranda 60. Bu verir bizə 24 C variantı. 43 nömrəli suala baxırıq. Yine eyni qaydada bizdən A5'i soruşur. İlk n həddin cəminin düsturu var. Deməli AN düsturu yazırıq yenə. Hər dəfə yazıram ki düsturlar yadınızda qalsın. Sn-1. İndi A5'i tapmaq üçün mən S5'dən çıxmalıyam S4'ü. Əvvəlcə S5'i tapıram burada. S5 nəyə bərabərdir? 8 vur 5'in kvadratı minus 3 vur 5. 5'in kvadratı 25. 8'e vuranda olacaq deməli 200. Minus 15. Bu verir bizə 185. S4'ü tapmaq üçün 8 vur 4'ün kvadratı 16 minus 3 vur 4. 8'i 16'ya vuranda verir bizə 128. 12 çıxanda 116. İndi burada yerinə qoyuram. 185'dən çıxıram 116'nı. Olacaq 9, 69. Yəni 5-ci həddimiz 69'a bərabərdir. 44 nömrəli suala baxırıq. S9 72 verilib bizdən A5'i soruşur. Əvvəlcə S9'u açaq. S9 bərabərdir. A1 üstəgəl A9 böl 2 vur 9. S9'un yerini yazıram 72 bərabərdir. 2'də A1 üstəgəl A9 vurulsun 9. Hər tərəfi 9'a bölürəm. 8 bərabərdir. 2'də A1 üstəgəl A9. Burada 1 qalır. Çarpaz vuranda A1 üstəgəl A9 bərabərdir 16'ya. İndekslər cəmi 10 verir bizdə. 10 da 5'in 2 mislidir. Yəni deməli A1 üstəgəl A9 bərabərdir A5 üstəgəl A5'e. Və yaxud da birbaşa A1 üstəgəl A9'un yerinə 2 A5 yaza bilərik. A1 üstəgəl A9'um 16'dır. Bərabərdir 2 A5'e. Deməli buradan A5 olacaq 16 böl 2, 8. Məsələn, bəzən olur ki, şagirdlər müəyyən bir sualın həllinə baxmağa girirlər. Deyək ki, 44 nömrəli sualın. Bu sualı açıq, ətraflı, yəni yuxarıdakı nümunələrdə izah etmişəm. İndi birbaşa bu sualı açan deyəcək ki, hazır düstura əsasən yerinə qoyub yazır. Yəni bunun həllini iki suallarda izah eləmişəm. Daha ətraflı izah istəyirsinizsə, yəni başdan videonu izləyin. Bunu da burada qeyd etmək istədim. Çünki rəylərdə yazacaqlar ki, birbaşa yaza gedirsiniz. Yəni hər dəfə düsturu həllini, yəni yazsam video 3-4 saatlıq video olacaq. Ona görə ilk suallarda, yəni fərqli tip olanda izahını vermişəm. Həm düsturun açıqlamasını, həm hardan gəldiyini sonra nümunədə qeyd etmişəm. 5-ci həddimizi soruşur. Cavab 8C variantı. 45 nömrəli sualda S21 42 verilib A11'i soruşur. S21'i açıram. A1 üstəgəl A21 böl 2 vur 21'e. 42 bərabərdir 2'də
A1 üstəgəl A21 vurulsun 21. Hər tərəfi 21-ə bölürəm. 2 dəfə, burada 1 dəfə. 2 bərabərdir 2-də A1 üstəgəl A21. Buradan A1 üstəgəl A21. 2-ni 2-yə vuranda olacaq 4. İndekslər fərqi 22-dir. 22 də 11-in 2 mislidir. Yəni A1 üstəgəl A21, A11 üstəgəl A11-ə bərabərdir. Bura 4-dürsə, 4 bərabərdir. Sağ tərəf 2 dənə A11-ə bərabərdir. Buradan A11 olacaq. 4-ü 2-yə böləndə 2 Y variantı. 46 nömrəli suala baxırıq. Ədəd silsilədə A3 üstəgəl A4 üstəgəl A5 18 olarsa, bizdən A4-ü soruşur. Deməli, bilirik ki, A3 üstəgəl A4 üstəgəl A5. Burada indekslər cəmi 3 üstəgəl 4 üstəgəl 5 12-yə bərabərdir. 12-də bizdən soruşulan A4-ün 3 mislidir. Yəni bunu bərabərdir A4 üstəgəl A4 üstəgəl A4 şəklini yaza bilərik. Çünki burada da indekslər cəmi 12-dir. Və yaxud da elə birbaşa 3 A4-də 3-ü 4-ə vursaq 12. İndi A3 üstəgəl A4 üstəgəl A5 18 olarsa, bunun yerinə 18 yazıram. Bərabərdir 3 A4-ə. A4 bərabərdir 18-i 3-ə böləndə 6. Cavab olacaq C variantı. 47 nömrəli sualda 17-ci, ilk 17 həddin cəmi 34 olarsa, bizdən bu cəmi soruşur. Əvvəlcə S17-ni açırıq. S17 A1 üstəgəl A17 böl 2 vur 17-yə. Yerinə qoyuruq. 34 bərabərdir 2-də A1 üstəgəl A17 vur 17. Hər tərəf 17-yə bölsək 2, burada bir dəfə. 2 bərabərdir A1 üstəgəl A17 böl 2. Çarpaz vuranda A1 üstəgəl A17 4-ə bərabərdir. Deməli, burada indekslər cəmi 18-ə bərabərdir. Burada isə indekslər cəmi bizdən soruşulan A4 üstəgəl A10 üstəgəl A13-də 27-yə bərabərdir. Əgər bərabər olsaydı, həmin cəmə də 4 deyərdik, amma bərabər deyil. Bunu açsaq, A1 üstəgəl A17-nin yerinə yazıram. A1 üstəgəl 16D bərabərdir 4-ə. 2A1 üstəgəl 16D bərabərdir 4. Hər tərəf 2-yə böləndə A1 üstəgəl 8D bərabərdir 2-yə. A1 üstəgəl 8D də bizə verir A9-u. A9 olacaq 2. Yəni 9-cu həddimiz 2. İndi A4 üstəgəl A10 üstəgəl A13 indekslər cəmi A27-dir. 27-də 9-un 3 mislidir. Yəni həmin cəmin yerinə A4 üstəgəl A10 üstəgəl A13-ün yerinə 3 A9 yaza bilərik. Çünki 3 dənə A9-un cəmi də indekslər cəmi 27 verir. Ona görə sol tərəf sağ tərəfə bərabər olur. A9 2 isə burada A9-un yerinə 2 yazırıq. Olacaq 3 vur 2 6. Düzgün cavab D variantı. 48 nömrəli sualda A4 12, A7 18 olarsa ilk 12 həddin cəmini soruşur. S12 A1 üstəgəl A12 böl 2 vur 12. Deməli, baxaq. A1 üstəgəl A12-də indekslər cəmi 13-dür. A4 üstəgəl ilk 10 həddinin cəmidir. 12 yox, ilk 10 həddinin cəmi. S10 bərabərdir A1 üstəgəl A10 böl 2 vur 10. A1 üstəgəl A10-da indekslər cəmi 11-dir. A4 ilə A7-də də indekslər cəmi 11 olur. Yəni burada indekslər cəmi 11, burada da indekslər cəmi 11 olduğuna görə deməli burada bunlar bir-birinə bərabərdir. İndi A4-ümüz 12, A7-miz 18, bunların cəmi bizə verir 30. Deməli A1 üstəgəl A10-da 30-a bərabərdir. Burada 30 yazırıq. 30 böl 2 vur 10. 32-yə böləndə 15, 15-i 10-a vuranda 150 D variantı. 49 nömrəli sualda ədədi silsilənin 7-ci həddi 21-ə bərabərdir. İlk 7 həddinin cəmi 105-dir, yəni S7 105. Bu silsilənin birinci həddini və silsilə fərqini soruşur. Əvvəlcə S7-nin düsturunu yazıram. S7 bərabərdir A1 üstəgəl A7 böl 2 vur 7. 105 bərabərdir
A1 üstə gəl 21 böl 2 vur 7. Hər tərəfi 7-yə bölürük. Bir dəfə 15 bərabərdir 2-də A1 üstə gəl 21. Deməli, çarpaz vuranda 30 bərabərdir A1 üstə gəl 21-ə. A1 olacaq 30 minus 21 9. A1 9'dur. A7 də var. D'ni tapa bilərik. D A7 minus A1 böl 7 minus 1'ə bərabərdir. Yəni 21 minus 9 bölürük 6'ya. 21'dən 9 çıxanda 12, 6'ya böləndə 2. Cavab Y variantı. 50 nömrəli suala baxırıq. A1 bərabərdir mənfi 5,6. A2 bərabərdir mənfi 4,8. 16 ədədi bu silsilədə neçənci ədədir? Yəni AN 16'ya bərabərdir. Bizdən eni soruşur. Yəni neçənci hədd 16'dır. İndi əvvəlcə AN'in düsturunu yazırıq. AN A1 üstə gəl N minus 1 vur D. Bizə D lazımdır. Bu ikisinə görə D'ni tapa bilirik. D bərabərdir A2 minus A1 böl 2 minus 1. Mənfi 4,8 minus mənfi 5,6. Bölünsün 1. Mənfi 4,8 üzərinə gəlirik 5,6 olacaq müsbət 0,8. İndi gətirib bu düsturda yerinə qoyuruq. Burada AN'in yerinə 16 yazıram. A1 mənfi 5,6 üstə gəl N yoxdur, yəni N'i tapacağıq. N minus 1 vurulsun D də 0,8. Burada 16 üstə gəl 5,6 bərabərdir 0,8 vurulsun N minus 1. 16 üstə gəl 5,6 21,6 bərabərdir 0,8 vur N minus 1. N minus 1 bərabərdir 0,8'də 21,6. Vergülləri atırıq. 216'nı 8'ə böləndə 2 dəfə. 56'nı 8'ə böləndə 7 dəfə. N minus 1 27'dirsə N olacaq 28. Deməli, bu silsilənin 28-ci həddi 16'ya bərabərdir. Cavab B variantı. 51 nömrəli suala baxırıq. Ədədi silsilədə A4 üstə gəl A5 üstə gəl A16 üstə gəl A17 bərabərdir 40 olarsa, ilk 20 əddin cəmini soruşur. İlk 20 əddin cəmi S20 bərabərdir A1 üstə gəl A20 böl 2 vur 20. 20'ni 2'yə böləndə 10 dəfə 10 vurulsun A1 üstə gəl A20 bərabərdir. Burada indekslər cəmi 21'dir. Deməli, indekslər cəmi 21'dir. Baxaq görək. Burada indekslər cəmi 9, 16 üstə gəl 17, 33. 33 və 9, 42. 42 də 21'in 2 mislidir. Yəni, bu cəm nəyə bərabər olacaq? A4 üstə gəl A5, üstə gəl A16, üstə gəl A17. Burada indekslər cəmi 42 olduğuna görə, sağ tərəfdə də indekslər cəmi 42 olmalıdır. Yəni A1 üstə gəl A20. Burada indekslər cəmi 21'dir. Bundan bir dənə də gəlməliyik. Üstə gəl A1 üstə gəl A20'yə. İndekslər cəmi 42 olduğuna görə hər iki tərəf bir-birinə bərabərdir. Deməli, sol tərəf 40 olarsa, sağ tərəfdə bunların hər birinə qalır 20. Yəni bunların hər biri ayrı-ayrılıqda 20'dir. 10 mötərizənin cavabı 20, 10'a 20'yə vuranda olacaq 200. Və yaxud da belə yazmaq olar. 10 vurulsun. A1 üstə gəl A20'ni açıram. A1 üstə gəl 19D. Yəni A20'nin yerinə A1 üstə gəl 19D yazırıq. 10 vurulsun. 2A1 üstə gəl 19D. İndi burada da eyni qaydada hər birini açsaq olacaq. A1 üstə gəl 3D. A5'in yerinə A1 üstə gəl 4D, A16 A1 üstə gəl 15D, A17 A1 üstə gəl 16D bərabərdir 40. 4 dənə A1 var, üstə gəl 7D, üzərinə 15 gələndə 22, üzərinə 16 gələndə 28 bərabərdir 40'a. Hər tərəfi 2'yə bölsək
7, 15, 22. 22 üstə gəl 16, 38. 2-yə böləndə 2A1 üstə gəl 19D bərabərdir 20 alınır. Elə 2A1 üstə gəl 19D burada var. Bunun yerinə 20 yazırıq. 10 vur 20, yeni hasil 200. Hər iki qayda ilə yazmaq olar. Baxırıq 52 nömrəli suala. AN ədədi silsilədə AN bərabərdir 5-in üstə gəl 7 bölü 3 düsturu ilə verilib. Bizdən S4'ü soruşur. S4 nəyə bərabərdir? S4 A1 üstə gəl A4 bölü 2 vur 4 bərabərdir. Əvvəlcə A1'i tapırıq. A1'imiz olacaq 5 üstə gəl 7 bölü 3 yəni 4. A4'ümüz də 5 vur 4 üzərinə 7 gəlirik bölürük 3'ə yəni 9. Yerinə qoyuruq 4 üstə gəl 9 bölü 2 vur 4. 4'ü 2'yə böləndə 2 dəfə 2'ni də 13'ə vuranda hasil olacaq 26 D variantı. Əvvəlcə S4'ü SN düsturuna görə açırıq. Burada bizə A1 və A4 lazım oldu. N'in yerinə 1 qoyub A1'i tapırıq. N'in yerinə 4 qoyub A4'ü tapırıq. Cavab D variantı. 53 nömrəli sualda ilk N həddin cəmi SN bərabərdir 6N minus 3N kvadratı düsturu ilə verilən ədəd silsilənin fərqini soruşur. Deməli, S1 nədir? İlk bir həddin cəmi, yəni S1 ilə A1'ə bərabərdir. N'in yerinə 1 qoyanda olacaq A1'imiz 6 minus 3, 3. S2 A1 üstə gəl A2'yə bərabərdir. Deməli, yəni ilk iki həddin cəmi. Burada isə N'in yerinə 2 qoyanda olacaq S2 bərabərdir. 6 vur 2 minus 3 vur 2'nin kvadratı 4. Yəni 0. S2 0'dır. Burada yerinə qoyaq. S2 0, A1 3 idi. Biz buradan A2'ni tapa bilərik. Deməli A2 mənfi 3'dür. A2'ni tapdıq mənfi 3. A2 mənfi 3'dür. A1 də 3'dür. Silsilə fərqi D-ni tapmaq üçün A2'dən A1 çıxırıq. Yəni mənfi 3'dən 3 çıxanda verir bizə mənfi 6 B variantı. 54 nömrəli suala baxırıq. D4 12-ci həddimiz 280 alarsa ilk 16 həddinin cəmini soruşur. S16. S16 A1 üstə gəl A16 bölü 2 vur 16 bərabərdir. 16'nı 2'yə böləndə 8. 8 vurulsun. A1 üstə gəl A16. Bizə D verildiyinə görə bunu A16'nı açaq. A1 üstə gəl A16'nı yerinə yazıram. A1 üstə gəl 15'dir. Buradan 8 vur 2A1 üstə gəl 15D alınır. D var, amma birinci həddimiz yoxdur. A12'yə görə tapa bilərik. A12 A1 üstə gəl 11D'dir. 280 bərabərdir. A1 üstə gəl 11 vur 4. A1 olacaq 280'dan çıxırıq 44'ü. 6, 3, 2. 236. Deməli 8 vurulsun. 2 vur A1 236'dır. Üzərinə də gəlirik. 15 vur D neçədir? D də 4'dür. Bərabərdir. 8 vur 2'ni 36'ya vuranda 472 üzərinə gəlirik 60. 472 üzərinə 60 gələndə verir bizə 532 vururuq 8'e. Sonu 6 ilə bitməlidir. Olacaq cavab C variantı. 55 nömrəli sualda ilk 12 həddin cəmini soruşur. S12 bərabərdir sual. D və A12 verilib. Biz A1 tapaq əvvəlcə. A12 bərabərdir. A1 üstə gəl 11'dir. Buradan A1 bərabərdir. A12 minus 11'dir. Yəni 300 minus 11 vur 5. 300'dən çıxarıq 55'i verir bizə deməli 245. S12 bərabərdir. A1 üstə gəl 12D. 12D yox.
A1 üstəgəl A12 böl 2 vur 12. A1'imiz 245, A12'miz 300, bölürük 2'ye, vururuq 12'ye. 12'ni 2'ye böləndə 6. 6 vur, sürət də bizə verir 545. 6'nı 545'e vuranda 3, 7, 32, 3270. Yəni D variantı. 56 nömrəli suala baxırıq. 2, x plus 2 və 8 ədədləri ədədi silsilənin ardıcıl hədləri olarsa x-i soruşur. Əgər bu ədədlər ədədi silsilə əmələ gətirilirsə, burada ortadakı hədd, yəni x plus 2, özündən əvvəlki və özündən sonraki hədlərin cəminin yarısına bərabər olmalıdır. X plus 2, 10 bölü 2, 5, x olacaq, 5-dən 2 çıxanda 3. 57 nömrəli sualda yenə eyni qaydada ortadakı hədd özündən əvvəlki və özündən sonraki hədlərin cəminin yarısına bərabərdir. 18 2-yə böləndə 9, x olacaq 2, A variantı. 58 nömrəli suala baxırıq. 143 ədədi silsilənin neçənci həddidir? Yəni AN bərabərdir 143-ə, bizdən eni soruşur. A1'imiz 3'dür. A2'miz 8. Biz buradan D'ni tapaq. D A2 minus A1 böl 1'ə bərabərdir. Bu nədir? 1 yazmıram çünki indekslər fərqi 1'dir. 8 minus 3 silsilə fərqi 5'dir. AN A1 üstəgəl N minus 1 vur D'yə bərabərdir. 143 bərabərdir 3 üstəgəl D 5'dir N minus 1. 143'dən 3 çıxanda 140 bərabərdir 5 vur N minus 1. 145'e böləndə 28, N də olacaq 29. Deməli 29-cu həddi 143-dür. 59 nömrəli sualda ədədi silsilənin hədlərinin sayını soruşur. Birinci həddimiz 4 və sonuncu həddimiz 904-dür. İndi baxaq. Silsilə fərqini tapmaq olar. Silsilə fərqi D-ni necə tapırıq? 2 ardıcıl hədd var burada. Bunların fərqi silsilə fərqini verir. Yəni 904-dən çıxırıq 895-i. 904 minus 895. 9 dəfə, elə cavab 9. Yəni silsilə fərqi 9-dur. Hədlərinin sayı N-i soruşur. AN bərabərdir A1 üstəgəl N minus 1 vur D. Buradan biz D-ni tapmalıyıq. 904 bərabərdir 4 üstəgəl 9 vur N minus 1. 904-dən 4 çıxsaq 900 bərabərdir 9 N minus 1. Hər tərəfi 9-a böləndə N minus 1 100, N də olacaq 101. Deməli bu sırada 101 hədd var. B variantı. 60 nömrəli sualda ədədi silsilənin ilk 5 həddinin cəmi 15'dir. S5 bərabərdir 15'ə. Üçüncü həddini soruşur. A3 bərabərdir sual. S5 bərabərdir A1 üstəgəl A5 böl 2 vur 5. 15 bərabərdir A1 üstəgəl A5 böl 2 vur 5. Hər tərəfi 5'ə bölürük. 3 bərabərdir A1 üstəgəl A5 böl 2'yə. Buradan A1 üstəgəl A5 6'ya bərabərdir. A1 üstəgəl A5'də indekslər cəmi 6'dır. 6 da 3'ün 2 mislidir. Yəni bu elə 2 A3'ə bərabərdir. Çünki bizdən A3 soruşulur. 2'dən A3 toplayanda indekslər cəmi 6 verir. O da elə bu cəmə bərabərdir. Bunun yerinə 6 yazırıq. 2A3 A3 olacaq. 6'nı 2'yə böləndə 3. Deməli, üçüncü həddimiz 3'ə bərabərdir. Cavab Y variantı.